Hər kəs xoş gördük əziz izləyicilər. Yeni bir buraxılışla qarşınızdayıq. Bu verilişimizin adından da bəlli olduğu kimi məqsədi fantazi oyunu haqqında olacaq. Bu buraxılış sadəcə ilk bölümdə açılışdır. Sadəcə məlumatları verəcəyik, bir də təxminlərimiz olacaq. Lakin həftələr keçdikcə transferlər haqqında, oyunçular, xallar və s. yenə müzakirələr aparacağıq. Ülvi, xoş gördünüz sizəni. Qonağımız Ülvidir. İndi isə biz yavaş-yavaş ilk öncə məncə qaydalardan başlayaq birinci. Mən burada qaydaları oxuduqca ekranda da siz görəsiniz qaydaları. Birinci əlbəttə ki, tətbiqi yükləyib yeni komanda yaratmalısınız. Komanda yaratmaq istəyəndə də sizə ilk olaraq 100 kreditli müəyyən büdcə verilir. Bu büdcə ilə 2 qapıcı, 5 müdafiəçi, 5 yarım müdafiəçi, 3 də hücumçu transfer edə bilərsiniz. Transfer qaydalarının bir digəri odur ki, eyni klubdan maksimum 3 futbolçu ala bilərsiniz. Mən məsələn öz heyətimdə də göstərəcəm sizə, bu qayda keçərlidir. Mən sabahdan 3 dənə oyunçu almışam, 4-cü bir oyunçunu seçə bilmirəm. Taktiki gedişatlar da ekranda indi hazırda göstərmiş olacağam. İstədiyiniz taktiki sxemlə gedə bilərsiniz. Komanda yaratdıqdan sonra əlbəttə ki, xal toplamaq üçün bir ümumi liqa olacaq. Bir də hər hansı istədiyiniz bir liqa. Açıq liqalarda olur, qapalı liqalarda olur. İstəsəz öz liqanızı yaradıb öz aranızda belə yarış keçirdə bilərsiniz. Bir də dostlar, son olaraq hər oyunçunun öz mövqeyinin, qolların, asistlərin və s. xalları olacaq. Onları da yine ekranınızda göstəririk. Daha ətraflıqda baxmaq istəsəz, tətbiqi yükləyib özünüz araşdıra bilərsiniz. Bizim çünki əsas məqsədimiz bu oyunun gedişatı haqqındadır, nə edə biləcəyimiz haqqında olacaq. Biz yavaş-yavaş keçək həm komanda, həm də oyunçu müzakirələrinə. Deməli, qaydaları danışdıq, qurtardıq. İndi keçək kim almaq olar, yeni transferlərdən kim komandaya cəlb eləmək olar. Birinci məncə səndən fikri soruşaq. Mənim məsələn ilkin düşüncəm, Rossi ən böyük yatırımdır APL fantazidə. Sənin fikrin nədir? Elə Qəbələdə mənim də təzə transfer var bir dənə. Ubiçinmidir, nədir elə bir şey. Nə adı? Oguçuk bu. Yox. Ubiçiomadır, Ubolçio, nəsə daxil, bir dənə hücumçudur o da. Dünən Şamaxı oyununda qol vurub, ondan əvvəlki yoldaşlıq görüşündə də qol vurmuşdu. Amma Rossi'nin qollarından xəbər yoxdur. Bu yoldaşlıq oyunlarının bir yayımız adı da yoxdur ki, açıb baxasan, təzə transferlərin vəziyyətini görəsən. Ancaq qolaza girirəm, orada məsələn dünən yazılmışdı ki, Şamaxı Qəbələni 2 vurdu, Qəbələnin qolunu da o Ubolçioma da nədir o vurub. Ondan əvvəlki həftədən də yadıma gəldi. Deyəsən Araza vurmuşdu, Şafaya vurmuşdu, bilmirəm kimlə oynamışlarsa birinə də vurmuşdu. Ona görə şey kimi, nə deyirlər ona, Dark Horse kimi onu yadda saxlayıram. Mənim də heyətimə Rossi'ni salmağı fikirləşirəm, amma bilmirəm, indi o ikisi arasında qalmışam da. Qapıcı çox çətindir tapmaq. Mən Pakatilovu 3-cü, yəni bir sabah oyunçusunu məcbur çıxardı, Pakatilovu qoydum qapıya. Qapıcı çox çətindir. Mən sabahdan qapıcı qoymaq istəmirəm, amma iş orasındadır ki, alternativ yoxdur da. Ən dəqiq oynayacaq da odur. Aydın var. Oynamır. Şahruddin gəlir indi. Söhbət var. Gəlir indi. Bu meydan oyunçusu götürmək daha sərfəlidir. Eren ola bilər, hə. Ruan Renato garantidir ki, Ruan penalları, iştirafları, nəmnəyləri bilmirəm vurursa, iştiraf da vurur da deyəsən, yoxsa ancaq penal vurur? Penal vurur. Bilmirəm. Uqlavoylardan da gol cərmə zərbəsini Rövlan vururdu keçən daha yaxşı. Bilmirəm. Yox, Uqlavoydan kəllə vurmuşdu. Onu deyirsən, Başlanan Avropada bir dənə zərbədən hə ola bilər. Hə. Ona görə Ruan konkret, Ruan dəqiq götürməlisən. İnişlidən kim götürmək olar? Mən bir dənə Rollon yazmışam. Çünki keçən il yaxşı oynayanlar heyətin çoxusu yoxdur komanda. Rollon keçən gol asisti var. Yox, amma statistikaya görə xal gəlir də mən bilirəm. Statistika imişli gol buraxmasa. Hə də onu deyirəm. O da ki mən o risk eləmərəm açığı. İmişdən götürəsi olsan şey qalır. Almeida qalırsa, yəni çünki ondan elə bir clean sheet söhbəti var da, hücumçu, əgər Almeida hücumçu kimi varsa sistemdə, heç onu da bilmirəm. Yəni müdafiəçi kimi varsa, heç onu götürməyə də ehtiyac yox. Sol cinah müdafiəçi həqiqi yenə orada tapmaq çətindir. Sol zaşnik asandır. Ümumiyyətlə müdafiəçi yığmaq asandır. Ruandır, Puxaçdır. Ən çətin yer aradır səncə? Meydanda çox da dəhşət çətin bir şey yoxdur. Ən çətini qapıcıdır. Qapıcı çünki bilmirsən də Qarabağ Kovalski ilə çıxmaya bilər. Zlomistic oynayacaq, oynamayacaq, o var. İmişlinin qapıcısı bu dəqiqə kim oynayacaq bilmirəm. Cədən onu deyə bilər ki, xal yarışında qabağa keçmək üçün Pakatilov mütləq yazılmalıdır. Bəlkə ola bilər. Pakatilov yazdın, Mikelsi yazdın, Puxaçı yazdın. Yəni Simici yaza bilmirsən. Olar, o da olar. Ziyanı yoxdur. Keçək yarım müdafiə xəttinə. Məsələn, yarım müdafiədə ən garanti kimi yazarsan, ən birinci. Belə oyunlarda ən məsləhətli şeylər
hücumçuları məsələn yarım müdafiəçi kimi yazırlar ha. Hı. O hücumçulardan seçmək olar. Məsələn Varqası normalda Varqas hücumun sol krayında. Sənin komandanda Breno da var idi, hə? Breno kimdir? Almeida. Yox. Məndə var. O Griezmann həm var. çox ucuzdur, həm də qarantide bilirsən oynayır. Ötən mövsümki çıxışı çox Statistikasına yaxşı. baxdım keçən illəri, mənə çox da qane eləmədi. Ona görə götürmədim. Neftçidən götürəsi olsam, Emini yazmaq olar mütləq. Emin keçən ilin asist ikincisidir, yoxsa neçəncisidir bilmirəm. 9 dənə, 8 dənə asisti var idi keçən illəri. Emin olar, Klinsmann olar təzələrdən. Rüfət olar. Klinsmannın birinci oyunun asisti var. Keçən mövsümünə baxdım. Keçən ildə yaxşı keçirilib. Ona görə elə hiss elədim ki, Klinsmanndan nəsə gözləyə bilərik. Hücuma kimi yazarsan? Hücuma Mikesi yazmalısan məcbur. Amma başqa məsləhətdilər, Sava zədələndi. Eren var bir məsləhətdir, bir də Karim Ross. Sava zədələndi, yerinə kim oynayacaq? Onsuz da yerinə kim oynasa bu dəqiqə hücumda, onu sən yarım müdafiəçisi kimi yazacaqsın. Çünki inanmıram ki, Sefas, bilmirəm, onlara baxmaq lazımdır. Qarabağ Musa, yəni komandanın yarısı risklidir hazırda. Bilmirsən oynayacaq, oynamayacaq. Şamax oyununda məsələn Musa oynayarsa onu seçmək olar. Yəni qaranti xal yığmaq üçün Sabahın oyunçularını yığmaz məsləhətdir. Tovuzun hücumçuları var deyəndə ki, Vacini Jonu oynatmaq olar. Jo keçən yaxşı idi. Vacinin deyil. Bir oyuna yəni hər bir dirəyə 3 top çölə vurur. Yəni normalda olur məsələn Eren üçün demişdim, bir top vurur, 3 dənə çölə vurur. Yəni Vaci bir ştanga vurur, 3 dənə çölə vurur. Yəni qolu yoxdur. Ona görə Vacidən ümidli deyiləm. Jo'nun bəlkə Turandan götürüləsi oyunçular var. İndi mənim Balağını görməmişəm, amma keçən il Balağı yaxşı idi. Bəlkə bu il yaxşı oynaya bilər, bilmirəm. Amma konkret götürə biləcəyin adamlar müdafiəçi ola bilər Turandan. Ola Serrano, o ikisindən birini götürərəm. İkisini birdən götürmərəm. Amma olsan müdafiəçilərə kökəlmərəm, çünki tam o oyundur. Yenə Henrique, Jorge ikisindən birini götürə bilərsən, ikisini də götürəmirsən. Yəni məsləhətli deyil də, yəni ikisinə birdən o stavka nətər eləməyə ehtiyac yoxdur. Mən Jorge Silva'dan yanayam. O tərəfdə də yəni ola bilər Serrano arasında qalmışam, dəqiq bilmirəm, amma hələ ki ola bilən yanayam. Bilmirəm, müdafiəçilərdə çox belə gol potensialı görmürəm. Çünki 33 yaşındadılar hamısı nə qədər şey. Amma sırf clean sheet cəhətdən Tovuz məsləhətlidir. Yarayır. Sumqayıtda Rüstəm, Sumqayıtda mən məsələn komandama Rüstəmi yazmışam. Mən birinci elə oyuna girəndə yazmışdım, sonra baxdım ki, sərfləndir. Yəni amma orada Vasquezdir, Rüstəmdir, bəlkə indi bilmirəm, onlar təzə elə bu günləri, dünən bugün 2 dənə transfer açıqlanıb. Onlar oynayacaq, oynamayacaq, onları bilmək lazımdır. İndi onun üçün indi oyunda şey də var da, hər həftə 3 transfer, pulsuz transfer haqqım var. Ona görə Sumqayıtı biraz gözləyəcəm, görəcəm. Yəni görüm oturuşsunlar ondan sonra. Çünki keçən il 3-cü, 4-cü həftədən sonra bilirdim ki, Sumqayıtın 11-i necə düzülür. Bu il məncə Sumqayıtın işi biraz çətindir. Səbuy, konkret oynayan oyuncular orada Səbuydur, Rüstəmdir. Sumqayıt dağıldı da elə, biraz gedən oyuncular çox oldu deyəsən. Amma iş arasında keçən il mən Alexadan çox şey idim, Yankoviçdən. Ümidli idim, keçən il nəsə vermədi. Bəlkə bu il ilk 3 həftədə zadda görək nə edir. Ondan sonra bəlkə götürə bilərəm, bilmirəm. Amma çünki bu dəqiqə ondan qabaqda olan oyuncular var da mənim üçün. Elə Neftçiyə daha çox, yarım müdafiədə daha çox Neftçi və Turan ağırlıq deyə başqa yer qalmır orada. Heç belə baxanda 12 dənə komandanın hamısından bir oyuncu götürməyə çox bir ehtiyac da yoxdur. 3 dənə, 4 dənə komandanı seçirəm. Oradan davam edəcəm. İndi arada da bəzi olacaq da, misal oyunlar oynandıqca elə bir gün olacaq ki, misal üçün deyim, Şafadan bir dənə hücumçu çıxacaq. Ya da nə bilmirəm, yarım müdafiəçi. Vlad Pop var məsələn, daha belə müdafiə meylli bir yarım müdafiəçi kimi profilə elədi, amma bilmirəm, deyim, misal yəni elə belə bir dənə oyuncu atıram da. Yəni qapalı qutuda da çox. Çıxdı məsələn 3 dənə gol vurdu. Yəni o həftə ağlayasan ki, ayda hayf getdi. Amma hardan biləsən elə şeylər? Ona görə konkret mən daha çox şeylərə getməyi, konkret oyunçulara getməyi daha üstün tuturam. Çünki bir həftə o oyunçu məsələn sənə o xalı verə bilər, amma 10 həftə verməyəcək də tutaq ki. Lamine Yamal dünya çempionatı fantazisində mən axırına qədər oynadım. Birinci həftədən Yamal bütün hamının komandasında mən elə bil hər həftə qurtarıcı xallara baxa bilirsən də. Baxıram ki, hamının komandasında Yamal var, heç kimə də xal qazandırmır. Yəni elə də ola bilər də. Yəni ümidlərimi çox yükləyirsən ondan sonra o nəticə vermir. İndi bilmirəm o. Xacıq da.
Məncə başqa əlavən yoxsa keçək komandalara, sonra da verişi yekunlaşdıraq 3 Hə, bölmə. mən komandamı deyərəm sən. Sən özünkündə baxa görə Biz Sportagonas komandası olaraq hücuma Mikeslə mən Rossini yazmışam. Üçüncü hücumçu Çeyxanı yazmışam. Yəni yatırım kimi. görək də. Hə. Yarım müdafiədə Rüstəmdir, Yankoviçdir, Breno Almeida, bir də Vargas yazmışam. Vargasdan çox şey gözləyirəm. Müdafiə xəttində Elvini yazmışam. Məncə yəni rotasiya kimi oynaya bilər. Şamaxı ilə oyun var. Məncə niyə də olmasın. Ruan Renato, Diego Rollo, bir də Akim Zedatka'dır məndə. Qapıçıda dediyim kimi, yəni Pakatilovdan başqa əlac yoxdur. Pitət heyətdə də Almeida'dır, Sesi de Almeida, Mateus Silva, bir də Yusuf İmanovdur. Yəni komandam bu qədər. Güvəndiyim ən yaxşı oyunçu əlbəttə ki Mişesdir, Ruan Renato'dur, bir də Pakatilovdur. Rollo'da ötən mövsüm kimi müdafiə çıxışı yaxşı idi. Bu il də ümidliyəm. İndi turlar da başladıqca yenə görəcəyik kim nəyə qadirdir. İndi keçək istəyirsən sənin komanda var. Hə, mən qarşılıqlı oyunlara baxmıram da. Əslində fantaziyada belə bir şey var ki, bir tərəfin daha üstün olduğu oyunları seçmək daha məsləhətlidir. Məsəl üçün Qarabağ Şamaxı kimi. Amma Şamaxıda da dəyişikliklər var da. Yəni, amma elə bir oyun seçilməlidir ki, bir tərəfdə çox güclü, bir tərəfdə də çox zəif komanda olsun ki, rahat-rahat oradan nə bilim clean sheet-ə ümid eləyə bilərsən ya çox qollu. Şamaxıda bir dənə Ricardo Fernandez ümid eləyə bilərsən. Qalanı artıq Allah kərim. Yox, elə yox. Həmin oyunda bir tərəfə Fokuslanırsan. Baxırsan, bir tərəfə ağırlıq verirsən. Məsəl üçün Şamaxı Qarabağ oynayırsan, mən Şamaxıdan oyunçu seçmərəm. Mən Elvini ona görə seçmişəm ki, rotasiya oyunçusudur. 60-dan sonra da girsə yenə xal qazandıra bilər. Baxacağıq da. Mən hələ ki nə qədər oyunun başlamağına artıq bir həftə zad qalıb. O vaxta qədər yəqin ki yenə dəyişikliklər eləyərik. Bəzi şeylər, bəzi heyətlər dəqiqləşər. Amma bu dəqiqə birinci həftə üçün mən Kuxasken oynayıb oynamayacağına dəhşətli güclü ümidim yoxdur. Zomisicə də o qədər pul veriblər. Yəqin ki oynayar. Ona görə qapıya Zomisic seçirəm. Bir də ki yenə İmişlidə Əsəyyət qapıçı kimi gəldi də yəqin ki. Bu dəqiqə qapıçılarda çox böyük problem var. Dedim də problemsiz yol bir dənə Stasdır. Mən istəmirəm də, mən Stası seçmək istəmirəm onsuz da. Çünki sabahdan 3 oyuncu seçəcəm. Amma başqa qapıçı, yəni Aydını seçmək istəmirəm. Başqa da ki Qəbələnin qapıçısı risklidir. Ya da Şamaxının qapıçısını seçmək istəməzsən. Yəni clean sheet ala biləcək qapıçı mütləq ki Qarabağ, Sabah, Tovuz kimi qapıçılardan olmalıdır. Ona görə indi Baklov da fikirləşirəm. Prosta bir dənə orada təzə qapıçı aldılar. İndi bilmirəm, yoldaşlıq görüşlərini görmədiyimizə görə əsas heyət qapıçı kimi kim oynayacaq bilmirik. İndi o birinci həftə yaxınlaşana qədər hansı ki dəqiqləşdi ki, ya Baklov ya o Yarkindir nədir. O hansı oynayacaqsa qapıçılarımdan biri odur. Amma hələ ki Zomisici qoymuşam. Bir də Yusufu qoymuşam. Zaşdəyə yazdığım 5 nəfər Puxaçdır. Puxaç keçən il asist kraldır. Bu il də Avropada asistlərlə başladı. Davam edəcək yəni. Puxaç mütləqdir. Rüfətdir. Sekin Avropada elədiyi səhvdən sonra inanmıram ki, Sekə yenə 11-də yer versinlər. Rüfət mütləq oynamalıdır. Sonra başqa müdafiə kimi. Həqiqətən də liqa üçün yaxşı oyunçudur. Ruan penalları vurur deyə, yəni standart vəziyyət təkcə penal mənasında yox, qol da vurur deyə, standart vəziyyətlərdən qol şansı var deyə Ruanı mütləqdir yazmaq. Başqa Barkonini yazmaq olar səncə? Barkoni oynayacaqsa yaz. Yəni Bəhlul ya Bədavi yenə olar. Qarabağ biraz elə bir risklidir, çox risklidir. Yəni qapalı qutudur ki, şey eləyə bilmirsən. Hə, yazmışam. Puxaç, Renato, Silva dedim də, hə. Silvanı yazmışam, Jorge Silvanı, Sağzaşnik Tovuzdan. Yenə o da onların clean sheet-inə ümid olaraq. Bir də 5-ci kimi də Amini yazmışam. Amin yenə Avropada qol vurdu. Həmçindəki Əsəyyət oyunçusu, Zirədə onsuz da Zaşda da dəhşətli çox adam yoxdur. Bu Amin ya sol ya sağ mütləq ki oynayacaq. Orada da yenə Zirənin clean sheet-lərinə, Aminin qoluna, asistinə zadına ümid eləmək olar. Yarım müdafiəyə əsas bu il məsələn baxıram ki, bu il təzə gələn Zomisici saymasam, bir dənə Krismanı yazıram. O da ki, keçən ilki şeyinə baxdım, statistikasına da, oyununa baxdım. Ondan razı qaldım.
Bu il də Emin asist elədi, boş qapıya qol vurdurdu. Yəni Griezmann yazıram. Balaunu yazıram. İndi bilmirəm oynayacaq, oynamayacaq. Balaunu bəlkə dəyişə bilərəm oynamayacaqsa. Balaunu yazıram. Məsələn Emini fikirləşmişdim, amma Emin yerinə Varqası yazıram. Çünki Neftçidən 3 nəfər seçmək lazımdır da. Rüfəti mütləq yazıram. İnanmıram Seyk oynasın. Amma lap oynasa da Rüfəti çıxardıb Emini qoya bilərəm. O da Rüfəti çıxaracam, başqa bir zaşnik salacam. Nə bilim, misal üçün Balaunu çıxaracam, Emini qoyacam. Bu dəfə Balaunu Tovuzdan çıxardıb, onun yerinə yenə Tovuzun başqa müdafiəsindən bir adam qoyub, Balau yerinə Emini qoya bilərəm. Bilmirəm, onlara baxacağıq. Amma hələ ki Vargas, Olabi, Balau, Griezmann, Simic yazmışam. 5 nəfər, 4-5-1 düzmüşəm. İş orasındadır da. Bu FIFA'nın şeylərində, fantazilərində gördüyüm oyunlar oynandıqca dəyişiklik eləyə bilirdi. İndi burada bilmirəm o var ya yoxdur. Məsələn, mən oyuna həftələr başlamamışdan əvvəl, birinci həftə başlamadı tutaq ki, mən bir 4-5-1 sastav yığdım. Sonra misal üçün tutaq ki, 5 yarım müdafiəçimdən biri yaxşı nəticə vermədi. Mən onu çıxardıb, məsələn, başqa bir hücumçu qoya biləcəm, bilə bilməyəcəm. Onu indi gərək oyunlar başlayandan sonra görək. Çünki şeydə elə FIFA'nın fantazilərində elə idi. EPL-də deyəsən elə deyil, bilmirəm. EPL-də 1-2 həftə oynayıram, sonra həvəsim qaçır oynamıram. Amma FIFA Dünya Çempionatı klublar, həm də belə millilər 2 il oynadım onu. Orada elə şey var idi. Oyun oynanılır, misal oyun gedə-gedə dəyişir sənə. 14-ü bir oyun oynanılır. Oyun qutarır, sənin o oyundan oyunçun var da. Tutaq ki 2 xal yığdı da, xal vermədi sənə. 15-i oynayacaq oyunlardan oyunçun varsa, o 2 xalı çıxardırsan, onun yerinə təzə oyunçu qoyursan. İndi o bilmirəm, bunda olacaq, olmayacaq, indi görəcəyik də. Heyətlər dəqiqləşdikcə, yəqin ki, ən birinci elə Seyxanı çıxaracam. Amma yenə Naxçıvanla oynayırlar birinci həftə, bəlkə saxladım, qol vurduza bilər, bilmirəm indi. SC7-də oynayacaq, oynamayacaq. Bu, biraz Azərbaycanda belə bir problem var ki, biz yoldaşlıq görüşlərini görmürük. Kimin oynadığını bilmirik. Görsəydə yenə böyük klubların oyunlarını görə bilirik. O boyda məsələn xəbər saytları filankəslə filankəs yoldaşlıq görüşü oynadığını yazır. Qolları da yazır, amma heyətləri vermir. Heyətləri də versələr çox yaxşı. Heç olmasa baxmasan belə bilərsən ki, məşqçinin ağlındakı əsas heyət oyunçuları kim yoxlayırlar. Sonradan girənlər kim olacaq? Məsələn, 3 dənə yoldaşlıq oyununda eyni oyunçu 3 oyunda da sonradan oyuna girsə, mən bilirəm ki, bu adamı şey saxlayır. 12-ci oyunçu kimi saxlayır. Onu da mən yazaram bir qıraq. Amma onları da görmürəm deyə məcbur çempionatın başlamağını gözləyəcəyik. Bir 3-4 həftə sonra da oturuşacaq da kimlə oynayır. Onu gözləyirik. 30 həftə başqa cür keçmir yəni. Hüsnən, bizdən bu günlük bu qədər. Açılış xarakterli verişimizin iş bölümünün sonuna gəldik. Sizin nəsə suallarınız olsa ya da fikirləriniz, tövsiyələriniz şərhlərdə yaza bilərsiniz. Məsələn, indi bilmirəm bu nə qədər adamın qabağına düşəcək, amma bizdən daha təcrübəli, daha bilikli fantazi manyakları adamlar bizə oyunçu məsləhət görə bilər. Bəli. Mən qalmışam. Mən məsələn şərhlərə baxacam. Və son olaraq da bu kimi yenilikləri qaçırmamaq üçün Sportagonazın səhifəsini izləmədə qalın, YouTube səhifəsinə abunə olun. Instagram, TikTok açıqlamada olacaq. Saytımıza da yenə ən son xəbərləri oxuya bilərsiniz. Bizdən bu günlük bu qədər. Sağ olun, növbəti bölümdə görüşənədək.